Salam uşaqlar. Sizə bugünkü izahım nə olacaq? Kör-kürənə ixtisas seçimi. Uşaqlar, kör-kürənə ixtisas seçimi eləməyin. Yəni, bir də görsən deyirlər, yuxarı ballardan başda yazmağa, aşağı ballara kimi yaz getsin. O kör-kürənə ixtisasdır. O cür ixtisas seçimi eləmirlər. İxtisas seçimində birinci diqqət edəcəyim məqam nədir? Statistika. Təbii ki, bunu da özünüz analiz edə bilirsinizsə eləyin. Amma çətin məsələdir. Statistika nədir burada? Nə rol oynayır? Siz birinci ixtisas seçimində statistikaya baxırsan. Məsəl üçün, tutalım ki, uşaq var, götürür kodlaşma yerinə 450 balı var, kodlaşma yerinə birinci yer yazır 530 ballıq yer. Təbii ki, bu çox kürənli ixtisasdır. Çünki arada burada 110 bal söhbəti var. Sən əgər statistikaya baxmayıb onu yazsan, sən 100% kora düşməmə ehtimalın daha çoxdur. Niyə? Bəlkə elə bu keçən il məsəl üçün baxırsan ki, 530 bal yığan uşaqların sayı keçən illəri 750 nəfər idi, amma bu il 530 baldan yuxarı yığan uşaqların sayı 1500 nəfərdir. Əgər bu 530 bal yığan uşaqların sayı çox artıbsa, deməli bu həmin o 530 ballıq keçid balını artıracaq. Mənasız yerə bunu yazmağa yeri yoxdur. Yəni orada əsas məsələ keçənki bala baxım, bu balı yazım, 20-30 bal o yan bu yan olacaq deyib yox ixtisas eləmirsiniz. Əgər siz 100% hara düşəcəyinizi bilmək istəyirsinizsə, bunu düzgün şəkildə peşəkarlara elətdirməlisiniz. Yoxsa elə hər adam gələr deyər, hə, filan şey yaz olacaq. Bəlkə elə adam var deyəcək ki, yox, keçən illəri məsəl üçün baxacaq görəcək ki, sənin 450 balın var. Deyəcək ki, sən məsəl üçün deyək ki, 490 ballıq yeri yazma. Çünki oranın balı yüksəkdir, 40 bal yüksəkdir. 400 bal ola hətta 550 ballıq yer də yazmaq olur. O halda ki, baxırsan ki, məsəl üçün 2024-cü ildə 550 bal keçən uşaqların sayı olub məsəl üçün deyək 900 nəfər, amma bu il məsəl üçün 550 bal keçən uşaqların sayı olub məsəl üçün deyək 300 nəfər. Təbii ki, bu halda artıq sən o kodlaşmada o 550 ballıq yeri can rahatlığı ilə yaza bilərsən. Çünki 550 bal düşməsə ən azı bir 470-ə da düşəcək. Və yaxud da ki, məsələn, artıq sən 550 ballıq yer 470 bala düşəndə artıq təbii ki 490 ballıq yerdə gəlib düşəcək 300 məsəl üçün deyək 300 olmasın, heç vaxt düşəcək 420-yə. Nə bilim 420 ballıq yer gəlib düşəcək məsəl üçün 350-yə. Və belə düşəcək. Sən bunu kör-kürənə eləmə. Heç kimə aldanma. Uşaqlar, ya özünüzə normal bir ixtisas seçim eləyən bir müəllim tapın, ya bacarırsınızsa özünüz oturun statistikanı müzakirə eləyin. Riyaziyyatınız yaxşıdırsa, o riyaziyyatdan çıxarış eləyərək onları eləyin. Məsələn, biz hesablayırıq, baxırıq, görürük ki, məsələn, bal artımını hardan bilirik nə qədər arta bilər? Məsələn, baxırıq ki, məsələn, görürük ki, hə, 800 nəfər keçən il məsələn deyək ki, 600 bal keçib. Məsəl üçün həmin o 800 nəfər bu il hardadır? Görəcəyik ki, bu 800 nəfər məsəl üçün görəcəyik ki, hə, bu olacaq 620 baldır. Deməli bunun ortalama balı məsəl üçün də bunun ədəd ortası qədər olacaq. Yəni bu 610 plusa gəlib düşəcək. Yəni nə bilim 615 də ola bilər. Yəni orada nəzərə almaq lazımdır ki, hamısı gəlib həmin ixtisas seçməyə də bilər. Yəni biz bunları nəzərə alaraq ixtisas seçimi edirik. Yoxsa kör-kürənə nə var ki, hə birinci yerə müəllim yaz, ikinci yerə sosial iş yaz. Belə eləmirik. Yəni normal birinci başlamaq lazımdır. İstədiyindən və istədiyin uyğundursa bu formada.